Salam hörmətli izləyicilər, ucuz bağ evi, yəni sərfəli qiymətə Vişnyovkadayıq, həmişəki kimi Sabunçu Vişnyovkasında. Yəni Bilgəhə yaxın olan tərəf. O tərəf yox ha, yəni Ayda Parkın yanı yox. Sabunçu Vişnyovkası, Alballı. Gəl. Bax, belə bir evdir, belə 2 mərtəbədir, üstü mansard tiplidir, fikir verirsiniz. Deməli, sənətdə 3 sota yaxındır. Belə deyək də 3 sotdur. Əlavə yarım sotda arxasında torpaq sahəsi var. İndi oranı da çəkib görəcəm. Bax, belə bir həyəti var, meyvə ağacları var. Sadala görüm hansı meyvələr var. Armud, gilas, qaysı, alma, əzgil, alça, görün nə qədər meyvə ağacları. Hörmətli izləyicilər, həyətdə özünün ayrıca sanuzeli var. Gəl. Qiymət münasib 98.000 manata deyir. Evin də, torpağın da sənədi mövcuddur. Yəni paket kupçadır. Həyətində balaca şəlalə də düzəldib. Bax, burada solda manqalı da var. Burada su anbarıdır yerin altında. Evin bax o hissəsidir, yəni ayaq yolunun üstündə orada da baklar var. Ümumi 7 ton eləyir. Tam ətraflı hissəsi gibi. Bax, deməli evimiz xudmanı evdir. Bəri başdan deyirəm. Yəni yormayın bizi. 100 kvadrata yaxındır, altı üstü yəni. Amma bax bu hissədə əlavə ev sahibi nə tikib? 40 kvadrat ikisi, 20 kvadrat bura, 20 kvadrat da ora. Buyur keç. Deməli, bura mətbəxidir, fikir verdiniz. 20 kvadrat oradır, 20 kvadrat əlavədir. Yəni ora 100 kvadrat, burada 40 kvadrat, 140 kvadrat hamısı bir yerdə. Burada da bax belə bir otaq tikibdir. Tam şəraitdir. Evin arxasında da bax dediyim yer var artıq. Bax buradadır. Orada da bax özü düzəldib ev sahibi. Yəni yaxınlaşdıracağam. Yaxşı, gedək. Bax belə bir şəlaləsi də var. Fikir verirsiniz. Ayaq yalın çıxdıq. 98.000 cüzə indirim olacaq hörmətli izləyicilər. Cüzə indirim. Çox güclü indirim gözləməyin ha. Gəl. Qızıl güllər əkilib. Yəni bu əlavədir. 40 kvadrat burada varımızdır. Bura bax, bu İran peçi ilə istədilir. Çıxdıq mətbəxə. İndi də evi sizə çəkim görsədim. Yəni 3 sota yaxın sənətdədir. Belə opşi götürəndə 3 sot yarımdır. O hissədə bizdə yerləşir. Deməli, həm kladovkadır, su qızdırıcısı da oradadır, ariston da oradadır, pitimintkası da oradadır. Gəl. Kim alsa Allah xeyir versin, qardaş. Deməli, belə. Başlayaq mətbəxdən. Belə xudmanı mətbəxi var. Mətbəx mebeli də var idi. Arıca bir 5 kvadrat, 5-6 kvadratlı mətbəximiz. Qonaq otağı. Ev sahibi buradan yataq otağı kimi istifadə edir. Yuxarıda da 2 otağımız var. Deməli, bir qonaq otağımız aşağıda, 2 dənə də 3 otaqlıdır burada. 3 otaqdır. Çöldəkini də nəzərə salsaq 4 otaq. Sanuzeli, hamam tualeti, pləkanın altında kladovkası. Qalxaq mansard hissəyə. Kupça çıxarış, tam bir kiyyət. Bura bir otağıdır, spalnidir, bax. Kravatda yerləşib, burada şifonierdə. Buradan eyvana çıxış var. Bu da ki, digər otaqdır. Hörmətli izləyicilər, bu da eyvanımız. Orada da hamısı təzə evlər tikiblər, görürsünüz, hamısı təzə evlərdir. Ərazi tam yaşayış, internet xətti də var. Həyətinə 2 dənə maşın da girir. Burada nəmişlik olmur. Bura Bilgət tərəfdir deyəm. Bu Vişnyovkada nəmişlik. Mən hələ burada nə qədər evlər çəkmişəm, nəmişlik görməmişəm burada. Vəssalam, bu günə bu qədər. Sağ olun, minnətdarım.